Salam dostlar. Bugün 8 Mart 2026-cı ildir. Yenə həmişə kimin köhnə çöl dostlarımla maraqlı bir qalaya gəlib çıxmışıq. İndi bir onları sizə təqdim eləyək, söhbət eləsinlər. Siz də məlumatlı olun. Bu bizim 70 yaş keçmiş akademikimiz, fəxrimiz arxeolog Vəli Baxşəliyevdir. Bu da həmişə kimin sənətşünas alimimiz demək Nizami Aliyev, Gəmqaya Qayısı rəsmlər kitabının müəllifi. Demək, Naxçıvanda nə qədər tarixi abidələr var idi, onların hamısını pasportlaşdıran iki insan var. Bax, onlar Vəli müəllimdən Nizami tanıyım. Bu kişilərin haqqı çoxdur. Yəni, bir dənə abidə qalmayıb, hamısını pasportlaşdırıblar. Yəni, kimliyi var. İndi, Vəli müəllim, bu qarşımızdakı qala haqqında mən keçəcəm. İndi sizin arxavızda onu siz danışarsınız Nizami müəllimlə bərabər. Görsənsin də. Vəli müəllim, Nizami müəllim, bax, indi qarşıda da bu. Pilapan qalası adlanır. Yox, təzədən bir də adını deyin. Bu qala Pilapan qalasıdır. Pilapan qalası. Soyunlu, Çənnəf kəndi yaxınlığında yerləşir. Çənnəf kəndi. Zirvədə bu qalanı inşa ediblər. Bu qala əsrlərlə düşmənlərin hücumuna müqavimət göstərib, düşmən basqınları zamanı yerli əhalinin qorunması üçün istifadə olunubdur. Qalanın hündür divarları gördüyünüz kimi indi də qalır, 3 metrə yaxındır bəzi yerlərdə və yalnız bu tərəfinə divar çəkilib, digər tərəfə sıldırım qayalıq olduğuna görə divar yoxdur. Eyni zamanda içəri tərəfdə indi gedib görəcəyik, bu divarlara birləşik, dörtkünc formalı ev yerləri var. Bunlar həm əsgərlərin burada gecələməsi, eyni zamanda o düşmən hücumları zamanı insanların, sadə insanların da gəlib burada gecələməsi üçün olduqca əlverişli olur. Yəni, qalanın içərisində olan o təbəqənin qalınlığı göstərir ki, qala uzun müddət düşmən hücumlarından müdafiə olunmaq üçün istifadə olunubdur. Mədəni qatı var demək. Zaman bu kəndlər vardı, dedim. Bu hansı kənddir? Çənnəf kəndi. Yuxarıda Üstüfüdür, sonra Məzrə kəndi. laf yuxarıda da Məzrə. Yuxarıda da Laf uzaqda da Urmusdur. Nizami müəllimlə biz ora Pəzməridən getmişik vaxtilə. Sayğın qədər çox Pəzməridən çəkiblər. Çalıcı buradan çox sadə bir yol. İndi biz demək hərəkət edirik qalanın divarlarına tərəf. Qalalarımıza yaxınlaşdıq. Yazıq əcdadlarımız nə zulüm çəkib. Divarın eni metrdən çoxdur. Görürsünüz, Vəli müəllimin dediyi kimi ayrı-ayrı otaq şəklində, kvadrat şəklində burada da tikililər var. Sığınaqsın əməli başqa yerdə. Çox rahat. Nizami müəllim, bu ümumiyyətlə bizim Naxçıvanda adətən qala tipli abidələr çoxdur. Yəqin ki, bundan başqa da bu həndəvərdə qalalar yox deyil. Hüseyin müəllim, düz dedin. Naxçıvanda 100-ə qədər qalalar var. Bunların içərisində şəhər qalaları, müdafiə qalaları, Əlincə qala kimi, Oğlun qala kimi şəhər qalaları, hətta şəhər dövlətləri
O cümlədən də bax Bizim belə Çalxan qala kimi. Çalxan qala kimi ləhən qalalarımız çoxdur. Elə Naxçıvan qalanın özü. Çox qalaların adını saymaq olar. O cümlədən də bu tip qalalar. Yəni Şahidə qalaları, Nəzarət qalaları, Xəbərləşmə qalaları. Uçun qalası kimi. Nehrəm dağlarında. Bax belə qalaların sayı 100-dən yuxarı. Bu dərədə Çənnətlər əslində 4 dənə qala var. Buradan görsənər. Buradan Hansı görsənər? Biri Xarabagilan qalasıdır, görsənər, Xarabagilan qalası. Biri Düylün qalasıdır. Biri Çənnəf Kəreyli qalasıdır. Kəreyil. Ləpan qalası. Bax bu 4 qala bu Çənnəf çayı ətrafındadır. Bir-birinə əlaqəli olub. İndi göstərərik. İnşallah. Yox, burada mən deyim. Anzam müəllim, bu dərənin içində dedin ki, şeydə bir dənə də Başı müəllim, sən üsulundan istifadə edeyim də. Uzadım, göstərim, ağaçla göstərim. Məktəbdən aşağıda bir dənə qələmə var. Bax orada mağara kimidir, aşağı kimidir. Kəreyli qalası deyilir. çətin baxına görsənir. Ortada ən uzun qələmə var. Qələmənin yanında belə daşlıqdır, qayalıqdır. Qayalıqda bir mağaradır. Ora Kəreyli qalası deyirlər. Kəreyil. Kəreyil qalası. Sonra Düylün Düylün kəndi, deyirdiniz. Düylün kəndi görsənir qabaqda. Amma bizim Düylünümüzdür. Düylün kəndinin sağ tərəfində Xarabagilana tərəf təpədə Düylün qalası var. Düz yolun üstündədir. Bir də Xarabagilan qalası, təbii ki o da sol O göllər tərəf. göllərin suyu, Gilançaydan gedən su da var. Oradan axıran gedən su da var, amma eyni zamanda bu Düylün çayından da ora su olanda gedir. Xətt olur. Gedir. Hə də o da oranın yaxınında. Bax bu dərədə 4 dənə qala var. Birində durmuşuq Ləpan qalasında. Üçündə göstərdiyim qalalar. Demək, üzr istəyirəm, ortada hündür ki bir yüksəklik var. Onun sağ tərəfi Xarabagilanın xarabalıqlarıdır. Xarabagilan şəhərinin qalıqlarıdır. Orada tikililərin sayı hesabı yoxdur. Bizim sevimli dostumuz, arxeologumuz Bəhlul İbrahimli oranın qazıntısı ilə Neçə ildir məşğuldur. qazıntı aparır orada. Bir Xalıkeşan xarabalığı var. Biri də onun Xarabagilandadır Xalıkeşan. Biri də burada Düylünün üstündə. Bax burada bir Xalıkeşan xarabalığı var. Böyük bir kənd var. Tüpey dərəsi ilə su gedir. O çayın suyu süni şəkildə qaldıra bilərdilər. Bura ki, buradan getsin o qalanın dibinə. Amma buranın təbii sel Suyu suları var, gedir, o yığışır. tüpey dərəsidir. Bax bu ağaçlar görüşür zəmiha. O dərənin içinin suyu düz gedir o O da dərə orada, qalanın bu- yanından keçir, gedir Kələntər O kəndinin çoluqların ortasından özüylə tökülür gedir, oradan sağa dönür, gedir həmin o bu göllərə. Kələntər kəndinin. Hadi bu tərəfə. Amma qalanın bu tərəfindən, bizə tərəfindən dərənin içindən belə yəni bu dərənin su gedir, oradan tökülür. Çox maraqlı strateji yerdir. Hər tərəf görsənir buradan. Yəni xəbərləşmə qalası üçün İndi bu boran gəlir. Hər şey əladır. Əksəriyyəti də bunlar o ermənilərlə müsəlman evində o